Salam əziz izləyicilər, balaca qonaq verilişi efirdədir. Verilişə başlamamışdan qabaq, qonağımızı təqdim etməmişdən qabaq istəyərdim ki, bir balaca veriliş haqqında sizə məlumat verim. Mənə əziz valideynlər, bu mini də olsa TV formatlı bir verilişdir. Bu TikTok platformasında yayımlanır, Instagramda da yerləşdirilir və YouTube'da. Balaca qonaqdır, yəni veriliş tam bir uşağa həsr olunur. Uşaqla qəşəng maraqlı söhbətlər gedir, uşaq öz istedadını göstərir və əlbəttə ki, sonda bütün iştirak edən uşaqların arasında bir nəfər ilin uşağı seçilir və uşağa diplom verilir və biz tərəfdən olaraq MB Production tərəfindən həmin o uşağa notebook hədiyyə verilir. Səs vermə də SMS vasitəsilə olur. Kim istəsə maraqlansa, müraciət edər, mən başa salaram necə eləmək. Yəni orada uşağın adın, familiyasını yazıb göndərirsiniz. Yenə ən çox kimdə SMS toplanırsa, o uşaq ilin uşağı seçilir və hədiyyəni, diplomu həmin uşaq götürür. Və onu da qeyd edeyim ki, 6-7 yaşından 14-15 yaşına qədər hər bir uşaq bizim verilişə qonaq gələ bilər. Kim gəlmək istəyirsə, ya direktdə yazsın, ya da səhifə başlığında əlaqə nömrəsi var, əlaqə nömrəsi ilə əlaqə saxlaya bilər. Və sizləri çox yormayım, istəyərdim ki, bugünkü qonağımızı sizə təqdim edim. Yusif balamızdır. Yusif, salam, xoş gəlmişsən. Sağ olun. Necəsən? Yaxşıyam, siz necəsiniz? Çox sağ ol. Abu hava necədir? Həyəcan yoxdur? Xeyr. Onu da qeyd edim ki, Yusif çox istedadlı balamızdır. 6 yaşında, artıq 7 oldu. Yoxsa 9. 9'dur, maşallah. 6-9 yaşı var. Yusif, onu qeyd edim ki, Qızıl Açar verilişində də iştirakçı olub və Qızıl Açarın ikinci yeri qalibi olub, düzdür? Bəli. Və ona baxmayaraq Yusif bir çox tədbirlərdə iştirak edib, yarışmalarda iştirak edib, konsertlərdə iştirak edib, çoxlu fəxri fərman diplomları var, mükafatları var, düzdür? Bəli. Bəlkə biraz danışasan onlar haqqında. Əvvəlcə bir salamla izləyicilər, özünü təqdim edər. Mən salam, mənim adım Yusifdir, soyadım, yaşım, bir də neçə nömrə məktəbdə oxuyursan, özünü təqdim edər izləyicilərimiz. Buradan hər kəsə salam. Mənim adım Yusif, soyadım Şamilov. 9 yaşım var, 200 saylı Dövlət Lisey kompleksində oxuyuram, 3-cü sinifdə. Yaxşı, düzün deyirəm. Mən həmişə deyirəm də, heç kim bilməyəcək, görməyəcək. Məktəbdə dərslərdən qiymətlər necədir? Yaxşı. Düzün deyirəm. 2 var, Xeyr. 3, Xeyr. 4, Xeyr. 5 damısı. Bəli. Gündəlik gətirmirsən? Xeyr. Gündəlik. Şəklini çəkib ata bilərsən axşamlar? Bəli. Hamısı 5'dir. Bəli. Maşallah, nə qəşəng, nə qəşəng. Əla. Yaxşı, onda bir sual verin. Mən o vaxt vermişdim sənə, ola bilər də. Bəlkə fikrin dəyişib. İnşallah böyüyəndə hansı peşə sənədin sahibi olacaq? Əvvəl polis deyirdim, indi də gördüm ki, aktyorluq qəşəng. Polisdən bir şey çıxmır. Niyə? 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 O uşaqların birinə sual verirlər, deyir, böyüyəndə nə oldu sən? Deyir, prokuror, deyir, niyə? Deyir, ailə vəziyyətimiz pisdir. Ona görə aktyorluq yaxşıdır. Bəli. Bəlkə müğənni, Müğənnəm də aktyor. aktyor. Onu da qeyd edim ki, Yusif balamız aktyorluğu elə belə seçməyib ki, Yusuf balamız kino filmdə də çəkilib. Hansı filmdə çəkilmişsən? Gizli xəzinə. Gizli xəzinə. Xoşa gəldi? Bəli. Yaxşı idi. Bəli. Çəkilmək istəyirsən yenə? Bəli, olar. Olar, inşallah. Yusuf balamızı yenə çəkərik. Yaxşı, bu həvəs sənə hardan oyandı? Bax, niyə məhz aktyorluğu seçdin? Mən birincidən mahnıya oxudum, sonra da Həvəsləndin. Yəni, bu sənin qəti Anam qərarındır. Dəyişməyəcəksən qərarını. Xeyr. Aktyor olacaqsan. Bəli. Yusuf bala, əgər aktyor olmaq istəyirsənsə, onda sənə belə bir sual verim. Bizim dahi aktyorlarımızdan, sənətkarlarımızdan kimlərin adını çəkə bilərsən? Heç olmasa 2 nəfər. Məsələn, Rasim Balayev. Rasim Balayev, bəli, bax. Nəsimi filmi, baxmısan da yəqin ki. Babək filmi, baxmısan da yəqin. Sonra, məsəl üçün, Siyavuş Aslan. bəli, Siyavuş müəllim gözəl aktyorumuzdur. Ən çox da komediya janrında gözəl ifaları var, filmləri var. Sonra Yaşar Nuri, Bəli. baxmısan da, ay sağ.
Bax Qızıl Açarda da bir şeir demişdin. Yəni ki burada da o şeiri deyəcəksən. Bax o şeir kimin idi? Hansı şairimizin idi o şeir? Bəxtiyar, Bəxtiyar Vəhabzadə. Vahabzadə. Ay sağ ol. Bəxtiyar müəllim. O şeiri deyəsən bu gün Bəli. inşallah. Lap yaxşı. Hə, bəlkə bir dənə o şeiri deyəsən qulaq asaq. Qocaldır insanı, qocaldır zaman. Ürəyin ateşi köç qocalmır. Dağları, daşları qocaldan zaman. Bilmirəm, bəs niyə özü qocalmır? Getdi baharımız, yer qışa qaldı. Düzlər qara qaldı, yağışa qaldı. Bizimki bir quru baxışa qaldı. Neyləyək, arzunun gözü qocalmır. Bəxtiyar düşünək biz dərin-dərin. Xəyallar möhtəşəm, arzular şirin. Əsil sənətkarın, əsil şairin. Özü qocalsa da sözü qocalmır. Qəşəng, qəşəng. Afərin, əla. Alqışlayaq da, qəşəngdən alqışlar gəlsin Yusif balamıza. Yusif balamız, dekorasiya xoşuna gəldi? Bəli. Hə, bax onu da bir balaca elan verim. Kim bizim verilişlə əməkdaşlıq eləmək istəyirsə, bizim verilişə sponsor olmaq istəyirsə, əlbəttə ki, adətən bu uşaqlara aid olan şirkətlərə aiddir. Buyurun, siz də bizimlə əlaqə saxlayın. Yəni veriliş arası sizin reklamlarınız burada yerləşdiriləcək və sizin məhsullarınızla əgər istəsəniz, bax bu verilişdə, bu pavilyonda nümayiş etdiriləcək. Yenədən bizi ilə də sponsor olmaq istəyənlər bizim səhifədə əlaqələr var, bizi ilə əlaqə saxlaya bilərsiniz. Və onu da qeyd edim ki, bugünkü qonağımız Yusif balamızdır. 9 yaşı var, əlaçıdır, məktəbi də əla oxuyur. Bizim Qızıl Açar verilişində də iştirak edib, verilişin ikincisi olub, diplomu götürüb. Yusif düzdür, birinci də ola bilərdi, ancaq yəqin ki, inşallah bir gün hansısa verilişlərimizin birində gəlib birinci olar inşallah. Və onu da qeyd edim ki, dostlar, siz məndən soruşursa Qızıl Açar verilişi. Hələ bu veriliş hələ hardasa hələ Qızıl Açar verilişinə bənzəyir. Mənə gəlir ki, bunun formatı daha sizə rahat olar. Çünki burada da gəlirsiniz, rahat uşaqlar otururlar, gözəl iştirak edirlər, öz ürək sözlərini deyirlər və öz istedadlarını göstərirlər. Və həmin bu verilişdə də yenə deyirəm, SMS vasitəsilədir, Qızıl Açardakı kimi. Sonda yenə deyirəm, qalibə diplom verilir, kubuk verilir və biz tərəfindən, MB Production tərəfindən hədiyyə olaraq notebook hədiyyə verilir. Bax belə. Yusif, indi sənə bir növbəti sual verim. Bax bu məktəbdə keçdiyin dərslərdən ən çox hansı dərs, bilirəm, hamısından 5 alırsan. Ən çox həvəsin hansına, tarixədir, ədəbiyyatdır, riyaziyyatdır? Riyaziyyat. Riyaziyyat. Bəli. Riyaziyyatı yaxşı bilirsən? Bəli. Hə? 6 vur 8 neçə eləyir? 48. Ay sor. Vurma cədvəlini əzbər bilirsən? Bəli. Yaxşı. Əlifbanı da əzbər bilirsən? Birdən hamısını saya bilərsən başdan? Bəli. Yəni say baxım. A, B, C, C, D, E, F, G, H, H, X, I, I, J, K, L, M, N, O, P, R, S, Ş, D, U, Ü, V, Y, Z. Əla, afərin. Bir dənə də Yusifə alqışlar gəlsin. Yox, mən də deyə bilirəm, ancaq təəssüf olsun ki, biz o vaxtı SSR-in vaxtında Kiril hərflərini oxumuşuq. Mənim deyəcəm yadımda qalır, mən Kirillə deyə bilərəm. Deyib, Bəli. mənə qiymət verəsən. Bəli. Qoy deyim də, əgər Yusuf istəyirsə, qoy deyim. Qoy görüm yadımda qalıb. A, B, V, G, D, E, Ə, J, Z, İ, I, Y, K, G, L, M, N, O, Ö, P, R, S, T, U, Ü, F, X, H, C, C, Ş. Bəli. Yaxşıdır. Gördün? Bəli. Neçə il keçib, anda yadımda qalıb. Hə, bax belə. Yusuf, bax burada bizim redaktorumuz bir maraqlı bir sual yazıb. Ki, yəni sənin öz şəxsi robotun olsaydı, Bəli. bax həmin o robota hansı funksiyaları əlavə edərdin? Sənin yerində dərs eləsin, sənin yerində yatsın, sənin yerində yesin, sonra sənin yerində məktəbə getsin. Bəli. Və sən nə edəcəksən onda? Evdə qalır. Daha hamısı robot elədi və sən nə edəcəksən? Yaxşı, bir dəqiqə, bax, sənin yerində yeməyi də o yeyəcək. Bəli. Sənin yerində yatacaq. Yox, xeyr. Hə, yatmaq sənlik olsun. Bəli. Hə, yatmaq bunluq, yemək yemirsən. Yox. Acından ölərsən ki, belə şey olar. Robot yeyəcək, biz ac qalarsan.
Gəl onda belə elə, bir gün robot gitsin, bir gün sən. Hə, bəli. Belə yaxşı olar, hə. Yatmağa özün yatasan. Hə, yaxşı. Məktəbə sən gedərsən, yoxsa robot gedəcək? Gedirəm. Özün gedərsən. Yaxşı. Futbol oynamağa sən gedərsən, robot gedəcək. Mən. Sən gedərsən. Yaxşı. Evi yığışdırmağa, mamaya kim kömək edəcək? Sən yoxsa robot? Onda da özüm. Onu da özün. Onda robotu nə etsən? Robot elə hala darmayət ki, mənə ancaq yemək yedi ki. Heç eləmədi ki. Bəli. Yox, gəl robota nəsə funksiya əlavə eləyək də məsələn. Oyun oynayırsan telefonda. Ən çox hansını oynayırsan? Roblox. Nə? Roblox. O nədir elə? Mən belə oyunda da. Deyirəm valla, indiki uşaqlar üçün valla Tabii ki. maşallah elə gözəl şərait yaradır. Biz yazıcağımız 7 şişə oynayırdıq, aşıq-aşıq oynayırdıq, taxtadan samakat sürürdük. Maşallah indisi üçün hər bir şərait var və o şəraitdən istifadə edərək bax Vedi Balon House şirkətinə Tahir qardaşıma öz təşəkkür bildirirəm bu gözəl dekorasiyaya görə. New York Toys sədərəkdə yerləşir. Oyuncaq aləmi. Həmin şirkətə də öz dərin təşəkkür bildirirəm. Onların da bizə indi sonda öz hədiyyələri olacaq. Bu hədiyyələr də qaliblərə təqdim ediləcək. Və yenə deyirəm, bax görürsünüz ki, uşaqlar üçün də maşallah bütün şəraitlər yaradılıb ki, bizim balalarımız heç nədən korluq çəkməsin. Çünki onlar bizim gələcəyimizdir. Hə, Yusuf, onda belə bir şey sual verin də sənə. Heyvanları necə sevirsən? Bəli. Məsələn, hansın? Pişik. Pişik? İtdən biraz yox. İt yox, Pişik. pişik. Bəli. Var evdə pişik. Xeyr, amma saxlamaq istəyirəm. Saxlamaq istəyirəm, mama almır. Ne üçün? Hə, Hə, deyə evi batıracaq eləyəcək, hə, pis Bəli. günə vur. İt də olur. Bəlkə quş saxlayasan? quş Quş yox. xoşlarmırsan? Belə balaca belə quşlar olur, qəçək. Yox. Xoşlarmırsan? Pişik? Pişik gətirsinlər sən? Yox, amma dovşan. Dovşan? Dovşanım olubdu. Olub. Saxlamışam. Bilirəm, bina evində o cür bir şərait olmur, həyət evlərində daha yaxşı şərait olur. Sizdə bina evidir, həyət evidir? Bina. Bina evidir. Hə, indi sən pişikdən keçdin dovşana, dovşan istəyirsən, Ya dovşanım var, saxlayırdım. nə oldu sonra? Öldü, Yox, sonra saxlamaq olmadı, apardıq evdə. apardın, qaytardın. Bəli. Nə rəngdəydi? Ağ, Ağ dovşan. ikisi də ağ. Hə, dovşan qəşəngdir. Yusuf, 9 yaşın var. İnşallah hər şey qabaqdadır. Hələ maşallah cavansan. Qocalmamısan. Hə. Bu 9 yaşında ola bilməz də. İndi hər bir insanda olur da həyatında nəsə bir maraqlı, məzəli, nəsə bir əhvalat olur. Səndə belə bir olub nəsə? Bəli. Məsələn, nə? Danışa bilərsən? Bir gün məktəbə getmişdim. Məktəbdə normalda müəllimə qrupa yazmışdı şam gəlsin, amma təkcə mən idim. Qar yağmışdı, hava soyuq idi, yoxsa necə? Yox, belə idi, payız idi. Payız idi. Sinifdə neçə nəfər var? Təkcə mən. Təkcə mən idim. Yox, cəmi neçə nəfərdir ki uşaqlar? 32. 32 nəfərdən bir dənə tək sən gəlmişdin. Bəli. 31 nəfər gəlməmişdi. Xeyr. Səbəbi nə idi onun? Nə bilmirəm. Bilmədin. Bir dənə getdin sən tək oturdun sinifdə, müəllim Bəli. tək sənə dərs keçdi. Bəli. Nə qəşəng. O 31 dənə hamısına qayıb yazdılar. Bəli. Niyə gəlmirlər bunlar dərsə mənə bax. Ay uşaq, dərsə niyə gəlmirsiniz? 31 nəfər birdən. Bunlar mitinq eləmişlər, yoxsa zabastovka idi, xeyr ola. 31 nəfər birdən gəlmir. Bilmirəm. Yaxşı, onda bir sual verim sənə. Yusuf, bunun biz kəsəcəyik montajda, heç kim bilməyəcək, heç kim eşitmir. Dərsdən qaçmısan ha? Yox. Heç Allah yox. qaçmamısan. Yox. Bəs belə olur ki, məsəl üçün dərsi bilmirsən, görürsən ki, birdən müəllim səni görər də belə əyilirsən aşağı, gizlənirsən ki, müəllim səni görməsin. Olmaz. Partanın altına girirsən belə. Gör ki, Yox. ayda ruçka düşdü, deyən götürüm, əyilirsən aşağı ki, müəllim səni görməsin. Yox, olmayıb. Olmayıb. Daha da belə edirsən ki, hə müəllim mən burdayam, burdayam, çağır məni, hə? Normal əməl eləyir. Hamı elə eləyir. Süzdür sinifdə hamısı elədir, qəhrəmandır, hə? Belələri 1-2-3 var. Bir ikisi var, 2 alırlar, tənbəllilər, Bəli. hə? Çox yoxdur. Çox yoxdur. Hə, lap yaxşı. Bax yenə sənin o sənətinə mənə bir çox maraqlı qaldı. Deyirsən ki, aktyor olmaq istəyirəm. Bax sən aktyor indi inşallah böyüyəndə olacaqsan, mən inanıram. Sən indi ilk addımları atırsan, artıq bax şu filmdə də çəkilmisən. Maşallah bax şu yarışmalarda da yer qalibi olmusan. Sən indi böyüyəndə ən çox hansı janrda istəyərdin çəkilmək? Dram janrında yoxsa komediya janrında? Komediya. Komediya janrında. Bəli. Yaxşı, bax indi hal-hazırda bax bu dəqiqə bizim
komediya janrında cavan aktyorlarımız var da. Məsələn, bax, Fərdə Xudaverdiyev var, Elməddin var, Nicat var, düzdür? Bəli. Məsələn, onlardan hansı ən çox bəyənirsən? Ən çox Kimə baxırsan ən çox? Komediya xanıdır. Komediya xanaya baxırsan. Hə, buradan komediya xanaya da salamlar göndəririk. Bax, komediya xanada ən çox kim bəyənirsən? Ən çox hamısı maraqlıdır. Hamısı maraqlıdır. Bəli. Düzdür, mən şəxsən öz fikrimi bildirəcəm. Mən baxıram, səhnələr xoşuma gəlir. Düzdür, bəzən elə səhnələr olur ki, bir balaca, düzdür, aydın məsələdir, başa düşürəm. İndi ailəvi bir ramkalardan qıraq, ancaq indi yenə başa düşmək olar ki, bu janrdır. Hamısı istedadlıdır, hamısı salamlarım var. Çoxsunu da orada tanıyıram. Ancaq mənə elə gəlir ki, mənim fikrimdir beləcə. Onların içində, ne deyərlər, o üzüyün qaşı olur. Mənə elə gəlir ki, o üzüyün qaşı orada həsrətdir, düzdür? Bəli. Məncə həsrət olanda səhnələr daha maraqlı olur. Düzdür? Həsrətdir. Sonra məsələn İlkindir, Zarinadır, Mansurdur. Sonra Xəyalədir. Xəyalə mənə o vaxtdan tanıyıram. Çəkin ama verişi vardı o vaxtı. Cavan qız idi o vaxtı. İlk verişi idi. Xəyalə çox istedadlı qız xanımdır. Buradan da salamlarımı çatdırıram. Hə, indi bax o aktyorlardan ən çox hansı xoşuna gəlir komediya xanım? Ən çox. Bir dəmə hamısını bəyənirsən. Ən çox. Hansı? Nicat, İlkin, Ənvər. Ənvər xoşuna gəlir. Məsələn, hansı rolü Ənvər ən çox xoşuna gəlir? Sən buradan da Ənvərə salam göndər, də Ənvər əmi salam. Bəlkə səni gördü, çağırdı verişinə. Də Ənvər əmiyə salam göndər, də Ənvər əmi salamlar. Mənə də komediya xanaya dəvət elə çəkilim. Mənə də komediya xanına dəvət edin. Da sən elə elədin ki, Ənvər əmi səni çağırmış. Qəşəng elədi. Aktyor adamsan. Belə qəşəng. Yaxşı. Yaxşı. Yəqin ki, Ənvər əmi görüb səni çağıracaq. Bax deyirsən də indi komik aktyor. Bax indi burada bizi üçün, izləyicilər üçün nəsə bir parodiyamı, ya lətifəmi, ya nəsə də bir gülməli, məzəli, nəsə bir nümayiş etdirə bilərsən? İlxo filmindən. Buyur. Biri Bığ Çəlimin oğluydu, biri də Cəncəl Qəfərin oğluydu. Özdə ora özüm də çəkilmişdim. O hissəsini özüm də çəkilmişdim. Sən çəkilmirsən, yox? Yox. Nətər deyim, özüm oynamışdım. Harda? Mənim balam istedadlıdır. Hə, mənim balam istedad verişində Bəli. orada onu oynamışdım. Hə, mən üzr istəyirəm, bir dənə reklamlara ayrılaq. Bax deyirsən də indi yaxşı, biz üçün burada indi nəsə bir məzəli, gülməli, nəsə edə bilərsən, deyirsən komik aktyor olmasın. Məsəl üçün bax, hələ bir dənə lətifə danışa bilərsən biz üçün. 2 dənə pomidor yolla gedirmiş. Biri pomidor deyir ki, bu bizdən nətərsən, o birisi də deyir ki, yaxşı. Sonra maşın gəlir, bir dənə pomidoru vurur. Sonra tezdən deyir ki, nətərsən, o birisi pomidor da deyir ki, görmürsən, ketçuka dönmüşəm. Maşallah, Allah saxlasın. Ya, yenə deyirəm, dostlar, Yusufun 9 yaşı var. Əlbəttə ki, bunu nəzərə almaq lazımdır. Onun hər şey hələ irəlidədir. O böyüyəcək, öz üzərində çox işləyəcək. Nə ola bilər ki, onlar da 15 yaşından sonra olan səs tembrdə dəyişəcək, özə puxtələşəcəklər. Ona görə qınamayın, bunlar hələ uşaqdır. Vallahi mən uşaq tanıyıram ki, 9 yaşında heç bəlkə onu da edə bilməz. Hələ 9 yaşında bunu edirsə, inşallah mən inanıram ki, bu 14, 15, 16 yaşında daha puxtələşəcək və artıq 20-25 yaşına çatanda artıq incəsənət institutuna qəbul olacaq, düzdür? Bəli. Orada oxuyanda daha istedadlı olacaq və sonra da iri addımlarla irəli gedəcək. Bəli. Düzdür? Yaxşı. Onda Yusuf, sənə bir dənə də bir sual verim. Bax, ürəyin nəsə istəyəndə, özünə nəsə almaq istəyəndə, Bəli. məsəl üçün də, ancaq düzündür. Birinci, mamanın üstünə gəlsən, yoxsa nənənin üstünə? Pulçu. Ana, Bəli. biz nənə. Nənəyə də gedirəm. Yaxşı, nənə çox istəyir, mamanı. İkisini də. İkisində. Ancaq sən o bilirsən də ən çox nəvəni nənə istəyir. Bəli. Bilirsən niyə? Niyə? Tap görüm, niyə? Bax, niyə deyirlər nəvə şirindir? Nəvə balaca olanda daha da şirin olur. Yox, yaxşı olur. Bax, o belə bir rəvayət var. Nənə bir gün nəvəyə deyir ki,
mən bir günsə nə vaxtsa bu dünyadan gedəndə, bax mən səni çox əzizlədim, sevdim, səni bağrıma bastım, yəni şirinimsən, yəni səni çox istədim də. Bəs mən bu dünyadan gedəndə səndən bir xahişim var, mənim balamdan ehtiyatlı ol. Başa düşdün nə demək istəyir? Bəli. Bax, nənə ona görə nəvəni çox istəyir, əzizləyir. Baxır ona ki, yəni deyir ki, və sən də mənim balama bax. Çünki o yenə də onun öz balasıdır. Gördün? Bəli. Ha, bax, mən bu yaxınlarda bir qəşəng bir video görmüşəm. Deməli, baba ilə nəvə oturub, oğlu çəkir də videonu. Nəvə babanın başına oynatır. Oğul da oradan deyir ki, mən o vaxt eləyəndə deyir, mənə saz deyir, çırpırdılar deyir. Ancaq ora bax deyir, nəvə deyir, gör nə hoqqalardan çıxır. Baba yazın səsini də çıxarmır. Görürsən ki, bax, nəvə belədir. Nəvə şirindir. Allah hamıya qismət eləsin. Amin inşallah. Allah mənə də qismət eləsin. Mən də valla bu dəqiqə Allahdan heç istəmirəm qurban. Bir də hələ nəvəm olsun valla. Hələ hər şey bəsimdir. İnşallah. Yusuf, sənə bir dənə də sual verim. Yəqin ki, sonda biz üçün gözəl bir mahnı ifa edəcəksən. Sənə bir dənə də belə bir sual verim. Əgər sənin əlində sehirli çubuğun olsaydı, yəni o qüvvə olsaydı səndə, o sehirli qüvvə, bu dünyada nəyi dəyişmək istəyərdin, nəyi görməmək istəməzdin? Anamın gözlərini saldırdım. Sülh olaydı, döyüş olmaz idi. Şəhidlərimiz şəhidlər olmasaydı. Afərin, əla. Bax, ona görə də istəyərdim Yusuf balamıza bir dənə də alqışlar gəlsin. Bəli, heç bir ananın gözü yaşlı olmasın. Allah Azərbaycan xalqını qorusun. Şəhidlərimiz olmasın. Mən deyərim ki, nəinki Azərbaycanı, o bütün dünyada hamı mehriban yaşasın. Yəni, müharibələr olmasın. Bilirsiniz, birinci budur və hamıya da can sağlığı arzu edərdim. Canları sağ olsun və üzləri gülsün insanların. Düzdür? Bəli. Ay sağ ol. Və bizim balaca balalarımız da gələcəkdə çox xoşbəxt və firavan yaşasınlar. Eşq olsun Yusuf balaya. Düzdür? Bəli. Ay sağ ol. Sağ İndi olun. sonda biz üçün nə ifa edirsən? Mahnı. Nə mahnısıdır? Vətən. Vətən. Amma yeri düşmüşkən, hələ söhbətə uyğun vətən haqqında mahnı. Hazırsan? Bəli. İnşallah. Əziz izləyicilər, Yusuf balamız öz mahnısını ifa etməmişdən qabaq, mən istəyirəm sizinlə sağollaşam. Yusuf, veriliş xoşuma gəldi, maraqlıdır. İnşallah yenə gələrsən. Və bir daha qeyd edirəm ki, 6-7 yaşdan 14 yaşa qədər hər bir uşaq bu verilişin qonağı ola bilər. Verilişin adı hələ belə də adlanır, balaca qonaq. Bir veriliş bir balamıza həsr olunur. Maraqlı söhbət edirik. Və bizim balamız öz istedadını göstərir. Şeir deyə bilər, mahnı oxuya bilər, rəqs edə bilər, musiqi alətində ifa edə bilər, rəssamlıq edə bilər, fərq etməz. Hansısa bir istedadı varsa, gələ bilər. Əgər istedadı yoxdursa, problem yoxdur, yenə də gələ bilər. Gələ bilər, otura bilər bizi ilə, maraqlı söhbət edə bilərik. Bu format elədir ki, yəni yadigar qalan bir formatdır. TikTok səhifəsində, Instagram və YouTube'da paylaşır. Və mən demişəm, platformada niyə də belə verilişlər olmasın? TV formatlı verilişlər. Yenə deyirəm, pis yaxşı platforma yoxdur. Hamısı yaxşıdır. Bax, onu pis yaxşı edən insanlar var. Mənə gəlir ki, platformada belə verilişlərin olması daha yaxşı olar. Və onu da qeyd edirəm, sonda uşaqlardan biri il uşağı seçiləcək və biz tərəfdən böyük bir hədiyyənin sahibi olacaq və diplomun sahibi olacaq. Mən isə sizlərlə sağollaşıram. Gələn görüşlərə də Yusuf, sən də sağollaş, təşəkkür bildir. Hə. Dinən ki, sizi gördümsə, üzüldü sayı. Və sonda Yusuf balamız öz mahnısını ifa edəcək. Biz isə sizi ilə sağollaşırıq, hələlik deyirik sizə. İnşallah görək gələn verilişdə qonağımız kim olacaq. Və indi isə söz Yusuf balamızındır.
çalsın, hər yana şöhrən çalsın. Qanadlansın nəğməmiz, vətəni sevirik biz. Bayrağımız ucalsın, hər yana şöhrən çalsın. Qanadlansın nəğməmiz, vətəni sevirik biz.